Salam əziz tarixsevərlər, mövzumuz Albaniya dövləti. Eranın əvvəl 4-cü əsrin sonunda Azərbaycan şimalında tayfalar yaşayırdı. Bu tayfalar Alban tayfaları kimi birləşmişdi. Albaniyanın əhalisi türk dilli, Qafqaz dilli tayfalardan ibarət idi və qaynaqlara görə də Albanlar 26 dildə danışan tayfalardan ibarət idi. Hal-hazırda da Azərbaycanın ərazisində Qafqaz dilli tayfaların nəsilləri olan Xınalıqlar Qubanın Xınalıq kəndində, Buduqlar Qubanın Buduq kəndində, Utilər Qəbələ rayonunun Mis kəndində yaşayırlar. Albaniya dövlətinin yaranmasına keçək, Makedoniya İskəndər şərqə yürüşü zamanı Əhəmənilər imperiyası dağıldı və Azərbaycanda İskəndərin imperiyasının tərkibinə qatıldı. Eradan əvvəl 4-cü əsrin sonunda da Albaniya dövləti yarandı. Albaniya Azərbaycanın şimal hissəsində yerləşir və ilk paytaxtının Qəbələ şəhəri olması haqqında böyük pilini məlumat vermişdi. Roma, Yunanistan, daha şərq dövlətlərindən fərqli olaraq Atropatena və Albaniyada qul əməyinin elə də istifadə olunmamışdı. Albaniyada 4 təbəqə var idi. Birinci təbəqə padşah, ordu başçısı, hakimlər, ikinci təbəqə din xadimləri, üçüncü təbəqə hərbiçilər, dördüncü təbəqə təsərrüfatda işləyənlər. Yadınızda saxlayın ki, demək, padşahdan sonra ən hörmətli şəxs Ay məbədinin kahini olmuşdu. Və Strabon da məlumat vermişdi ki, Albaniya mərkəzləşmiş dövlət olmuşdu. Bunu unutmayın. Strabon coğrafiya əsərində deyir ki, indiki zamanda Albaniyanın bir hökmdar idarə edir, amma əvvəllər hər tayfanın öz hökmdarı var idi və Almanların döyüşdə başlarına dəbilqə qoyur, zirehli paltar geyinir, qalxan, nizə, ox, mizrahla silahlandırıldığını deyirdi. Keçək təsərrüfat şəhər həyatına, ticarətə, əkinçilik maldarlıqla məşğul olurdu. Eramızın ilk əsrlərində su dəyirmanlarından istifadə edirdilər, daha sonra şüşə qablar hazırlayırdılar. Sonra eradan əvvəl 4-cü əsrdə Albaniya dövlətinin yaranması ilə möhürlər meydana gəlmişdi. Möhürlər üzük formasında olurdu. Qaş hissəsində də dini məzmunlu rəsmlər həkk olunmuşdu. Və möhürlərdən nə üçün istifadə olunurdu? Sənədləri təsdiqləmək, qapıları da möhürləyəndə istifadə olunurdu. Albaniyada eradan əvvəl 4-3-cü əsrlərdə xaricdən gətirilən pullardan istifadə olunurdu. Ən qədim gümüş pullardan da Makedoniyanın İskəndərin adına kəsilmişdi. Kənardan gətirilən pullarda ticarət tələbatı ödəmədiyi üçün eradan əvvəl 3-cü əsrin birinci yarısında da İskəndərin pullarına oxşar pullar kəsildi. Daha sonra pul dəfinələri tapılmışdır Şamaxıldan və Qəbələdən. Albaniyada şəhərlərin salınmasına keçək. Eramızdan əvvəl 1-ci minilliyin ortalarında Albaniyada şəhərlər salınır. Şəhərlər karvan yolları üzərində, dini mərkəzlərin ətrafında ayrı-ayrı hökmdarlar tərəfindən salınırdı. 2-ci əsrdə yaşamış Klavdiy Ptolemey məlumat verir ki, Albaniyada 29 şəhər var və onlar Qəbələ, Şamaxı, Albaniya şəhərlərinin adlarını çəkmişdi. 1-ci əsrdə yaşamış Strabon da məlumat verir ki, Uti vilayətində Ayniyana və Anarika şəhərləri olmuşdu. Onlar haqqında məlumat verirdi. Və Mingəçevir, Qəbələ, Şamaxı, Dərbənd, Torpaqala şəhərlərində də arxeoloji qazıntılar zamanı aşkarlanmış materiallar əsasında buralar öyrənilmişdir. Daha sonra keçək Albaniyanın döyüşlərinə, yadellərə qarşı mübarizəsinə. Yadınızda Romada demişdim, eradan əvvəl 2-ci əsrdə Roma Aralıq dənizi hövzəsində güclənir, güclü dövlətə çevrilir və Albaniyanın müstəqilliyi üçün də bu təhlükə yaradırdı. Pompeyin Albaniyaya yürüşü var, eradan əvvəl 66-65-ci illərdə. İlk öncə 1-ci əsrin 1-ci yarısında Pompey İberiya, Albaniyaya yürüşlər edir. Yürüş etməkdə də məqsədi Xəzər dənizi sahillərini tutmaq, Hindistan və Qara dənizi sahillərinə gedən ticarət yollarını ələ keçirməkdir. Eradan əvvəl 66-cı ildə Kür çayı sahilində döyüş baş verdi. Pompey ilə Albaniya padşahı Oroys qarşılaşdılar və Pompey Oroysu məğlub elədi. Və döyüşdə Romalıların qalib gəlməsinin səbəbi də nə idi? Yaxşı silahlanma və hərbi təcrübələri olduğu üçün. Daha sonra Pompey yenidən bu döyüşdə qalib gələrək çıxıb gedir. Lakin Albanlar yenə də Romalıları təqib edir, yenidən Pompey yürüş edir. Eradan əvvəl 65-ci ildə də Qanıq çay sahilində döyüş baş verir. Bu zaman Romalılar hiylə yolu ilə qalib gəlirlər. Alban ordusuna da Oroysun qardaşı Kozis rəhbərlik edirdi. Kozis ölümcül yaralanır. Və Plutarx məlumat verir ki, Oroysun qardaşı Kozis Alban ordusuna başçılıq edirdi. Döyüşdə Kozis Pompey'e hücum edir, nizə atır. Lakin Pompey'in zirehli paltarı imkan vermir də, xilas edir. Pompey nizə ilə cavab zərbəsi endirib Kozis'i ölümcül yaralamışdı. Plutarx məlumat vermişdi, bunu da unutmayın. Daha sonra yenə də bu əsas qüvvələr dağlara çəkilir Albanlar. Oroys sülh təklifini Pompey qəbul etsə də yenidən hərəkətə keçir. Lakin sonradan sülh bağladı. Niyə? Çünki Albanlar müqavimət göstərdi.
həm də yol çətin, bir də yürüyüş təhlükəli olduğu üçün. Appiyan da məlumat verir ki, albanların arasında çoxlu qadınlar var idi əsir götürülənlərin içərisində. Eradan əvvəl 36-cı ildə də Kanedi Albaniyaya yürüş edir və Kanedi gəlir Alban hökmdarı Zober'in ordusu ilə qarşılaşır, Zober'in ordusuna qalib gəlir. Zober də nə edir? Romaya sadiq qalacağına, onu müttəfiq kimi hərəkət edəcəyinə söz vermişdi. Eramızın 20-ci illərində, daha sonra eramızın ilk əsrlərində də Albaniya-Roma münasibətlərinə keçək. Eramızın 20-ci ilində Parfiya Atropatenanın müstəqilliyinə son qoyur. 20-ci ildən 224-cü ilədək Atropatena Parfiyadan asılı vəziyyətdə qalır. Daha sonra Albaniya hökmdarı da Parfiya dövlətinin təzyiqinə qarşı Roma ilə yaxınlaşmışdı. Və bu zamanda Roma imperiyası ilə diplomatik əlaqələr saxlayırdı. Albaniya-Roma münasibətləri 3-cü əsrin ortalarına qədər davam etmişdi, yalnız iqtisadi mədəni əlaqələr saxlanmışdı. Və bunu nə sübut edir? Eramızın 2-ci əsrində Roma imperatoru olan Adrian Albaniya hökmdarları ilə dostluq əlaqələri saxlamışdı. Və buranı çox yaxşı yadınıza saxlayın, çünki testlərə ən çox düşən hissədir. Alban tayfalarının Albaniyaya yürüşləri var. 1-3-cü əsrlərdə dəfələrlə yürüşlər etmişdilər və məqsədləri də nə idi? Qənimət ələ keçirmək istəyirdilər. Ən çox da Dərbənd dəryab keçidləri vasitəsilə gəlirdilər. Albanların ən böyük yürüşləri 72-74-cü ildə oldu Azərbaycana. Yürüş zamanı Albaniyadan keçib Atropateniyada hücum etmişdilər və Parfiya canişinlərin qüvvələri məğlub edib onları geri qaytarmışdılar qənimətlə birlikdə. Daha sonra Alban tayfalarının Azərbaycana yürüşlərini Qəbələ və Mingəçevirdə tapılan katakomba qəbirləri sübut edir. Mədəniyyət sahəsinə keçək. Albaniya əhalisi hələ yazı ilə eramızdan əvvəl 1-ci minilliyin ortalarında həmənlərin tərkibində ulaşan tanış olmuşdular. Və Alban əhalisi yazı ilə tanış olduğunu nələr sübut edirdi? Oroysla Pompeyin məktublaşması, saxsı nümunələri üzərində yazdı. Yadınızda saxlayın ki, Yunan mədəniyyətinin təsirinə məruz olduğunu nələr sübut edir? Kirəmitdən istifadə, tanrılara sitayiş, bir də Yunan yazısı ilə tanışlıq idi. Antik dövrdə də Albanların tanış olduğu yazılar var idi. Birinci əsrə aid, bir də ikinci əsrə aid. Birinci əsrə aid Roma İmperatoru Domisianın Latın dilində tərtib etdiyi Qobustan kitabəsi, ikinci əsrə aid də Şəkinin Böyükdəhnə kəndində Yunan dilində tapılmış yazı. Və yadınıza saxlayın ki, Albanlar çox tanrılı idi, bütpərəstlikliyinə inanırdılar, daha çox da ay tanrısına sitayiş edirdilər. Növbəti mövzumuz Şah 1-ci Abbasın islahatları. Şah 1-ci Abbas hakimiyyətə gələndə ölkədə vəziyyət çox pisləşmişdi və dövlətin ərazisinin böyük bir hissəsi də işğal edilmişdi. Daha sonra Şah 1-ci Abbas Osmanlılara sülh bağlayır, başlayır ölkədə islahatlar keçirməyə. İslahatlar keçirməkdə də məqsədi nə idi? Ölkənin vəziyyətini yaxşılaşdırmaq üçün. Və 1-ci Abbas hakimiyyətə gələnə qədər Səfəvi ordusunun döyüş qabiliyyətini nələr aşağı salırdı? Nizami ordunun olmaması, qızılbaş tayfaların qeyri-nizami süvari dəstələrindən ibarət olması, odlu silahdan geniş istifadə edilməməsi idi. Şah 1-ci Abbas hərbi, inzibati, idarəetmə, vergi sahəsində islahatlar keçirdi. Məqsəd də dediyim kimi nə idi? Səfəvilərin qüdrətini bərpa etmək, itirilmiş əraziləri geri qaytarmaq, mərkəzi hakimiyyəti möhkəmləndirmək və s. Keçək Şah 1-ci Abbasın hərbi islahatına. Hərbi islahatına görə irsili prinsipi ləğv edildi, qızılbaşları tək başına silah gəzdirmək qadağan olundu, qoşulu tayfa müxtəlifliyi prinsipi əsasında təşkil etdi. Və bu hərbi islahatın nəticəsində nə baş verdi? Nizami ordu yaradıldı, Səfəvi ordusu yenidən quruldu. Və yadınızda saxlayın ki, qızılbaşlar Səfəvi dövlətinin əsas hərbi gücünü yenə də təşkil edirdi. Və bunun dövründə ordu əsasən iki hissədən ibarət olmuşdu. Süvari qoşun, daimi nizami qoşun. Süvari qoşun qızılbaşlardan ibarət idi, ənənəvi qoşun idi. Daimi nizami qoşun da qulamlar, tüfəkçilər, topçular idi. Qızılbaş qoşunları ordunun əsasını təşkil edirdi, süvari qoşun idi. Qızılbaş tayfalarından təşkil edilirdi. Qulamlar Qafqaz mənşəli qeyri-müsəlmanlardan təşkil edilmişdi. Yeniçəri nümunəsi yaradılmışdı və əsas zərbə gücü idi şah ordusunun. Tüfəkçilər də əhalinin aşağı təbəqəsindən xüsusi siyahı ilə seçilirdi və piyada qoşun növü olmuşdu. Topçular da topxana və topçular dəstəsi yaradılmışdı. Şah 1-ci Abbasın inzibati islahatlarında keçək. 1593-cü ildə mərkəzi Ərdəbil olan Vahid Azərbaycan bəylərbəyliyi yaradır. Və bu bəylərbəyliyin də iş başçısı Zülfüqar bəy Qaramanlı olur. Azərbaycan qoşunu adlanan hərbi dəstəsi də var idi bu bəylərbəyliyin. 1598-ci ildə də paytaxtı Qəzvindən İsfahana köçürür və Şah özü də Qəzvinlərin könlünü almaq üçün İsfahanda türklərdən ibarət Abbasabad adlı xüsusi məhəllə saldırır, əhali də bura köçürür. Daha sonra Şah 1-ci Abbasın
Xorasan sərhədlərinə Özbəklərin bu hücumların qarşısını almaq üçün əfşar tayfalarını göndərmişdi. İslahatların nəticəsində nələr baş verir? Nizami ordu yaradılır, dövlətçi ənənələr qorunub saxlanılır, Səfəvi dövlətinin hərbidir, siyasidir, qüdrəti və sabitliyi bərpa olunur. Keçək Cəlalilər hərəkatına. Cəlalilər hərəkatı 16-cı əsrdə Tokatda üsyana başçılıq edən adını Şeyx Cəlaldan almışdı və 16-cı əsrin sonu 17-ci əsrin əvvəllərində də Osmanlı dövlətinin şərqi əyalətlərində, daha sonra Azərbaycan ərazilərində yayılmışdı. Nəyə görə baş vermişdi? Səbəb nə idi? Məmurların qəddarlığı, soyğunçuluq, aclıq, dəhşətli dağıntılar, vergilərin ağırlığına qarşı baş vermişdi. Və 17-ci əsrin ilk illərində də Şərqi Anadolu Azərbaycanda genişlənmişdi. Məqsədi də Osmanlı zülmündən qurtulmaq istəyirdilər. 1591-ci ildə də Təbrizdə üsyan baş verir və Cəlalilər hərəkatının iş böyük çıxışı olmuşdu. Şah 1-ci Abbas da Osmanlı dövlətini Azərbaycana sıxışdırıb çıxarandan sonra Cəlalilərin gücündən istifadə etmək istəyirdi. Çünki onu öz qoşununun içərilərinə qəbul etmək istəyirdi və Cəlali dəstələrinə sığınacaq verir, cəsur üsyançılar dinləyir, öz qoşununa dəvət etmişdi. 1608-ci ildə də Şah 1-ci Abbas icazə verir ki, Cəlalilərin bir hissəsi Çuxset bəylərbəyiliyinə köçüb yerləşsinlər. Növbəti mövzumuz 17-ci əsrin birinci yarısında Səfəvi-Osmanlı müharibələri. Şah 1-ci Abbasın xarici siyasətinin əsas istiqamətləri var idi. 16-cı əsrin sonunda da Şah 1-ci Abbas xarici siyasətinin əsas məqsədi dövlətin ərazi bütövlüyünü qorumaqdır. Şah 1-ci Abbasın dövründə də xarici siyasətə qarşısında 3 vəzifə dayanmışdı. Osmanlı işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək, Xorasan vilayətini geri qaytarmaq, Hind okeanına çıxışı əldə etmək, yəni İran körfəzində Portuqaliya ağalığına son qoymaq. Şah 1-ci Abbas diplomatik əlaqələr yaratmaq siyasətinə keçdi və bu məqsədlə də İngiltərə, İspaniya, Fransa, Rusiya, müqəddəs Roma imperiyası ilə danışıqlar apardı. Albaniya, İspaniya, Rusiyada elçilərini Səfəvi sarayına göndərərək Şah 1-ci Abbası Osmanlıla müharibəyə təhrik etmişdi. İspaniya kralı da 2-ci Filip demişdi ki, İran körfəzində Səfəvi şahına, yəni Abbasa demişdi ki, Portuqaliya qarşı kömək göndərəcəm. Daha sonra Şah 1-ci Abbasdan Moğol dövləti ilə dostluq münasibətlərini saxlamışdı. Ərazi bütövlüyünə ilk hardan başlamışdı? İlk adım kimi 1599-cu ildə Şeybaniləri məğlub edib Xorasan vilayətini Səfəvi dövlətinin tərkibinə qatmaqla başladı. 1603-1612-ci illərdə Səfəvi-Osmanlı müharibələri başladı. 1603 oktyabrın 21-də Təbriz azad edildi, Azərbaycanın bütün əyalətlərinin taleyi həll olundu. 1603 payızında Naxçıvan Culfa döyüşsüz azad edildi. Daha sonra Ordubad əhalisi də Osmanlılara qarşı üsyana qaldırdığı üçün, Səfəvilərə yardım etdiyi üçün Şah 1-ci Abbasdan elədi, bütün dövlət vergilərindən azad etmişdi Ordubad əhalisi. 1603 noyabrında da Çuxset mühasirəyə alındı, 1604 avqustunda Səfəvilərə tabe edildi. Daha sonra əsir alınan Osmanlı əsgərləri də azad edilib Qarsa getmələrinə icazə verildi və Şah 1-ci Abbas da Qarsa qədər əraziləri tutmuşdu. 1605-ci ildə Sufyan döyüşü baş verdi və bu döyüşdə Turan taktikasından istifadə elədi Səfəv ordusu. Lakin Osmanlı qoşunu üzərində qələbə qazandı Turan taktikası sayəsində. 1605-1607-ci illərdə də Gəncə, Şirvan, Qarabağ, Dərbəndə, daha sonra Tiflis lorunu azad eləmişdi. Dağıstanla Şərqi Gürcüstanda Səfəvi dövlətinə tabe edildi. Sizə bir sual verim uşaqlar, deyin görün başqa Sufyan döyüşü harda eşitmişsiniz və ili neçənci ildir? Daha sonra Turan taktikasından başqa hansı yerlərdə istifadə olunmuşdu Səfəvilərdən başqa? Yorumlara qeyd edin. Bu 1603-1612-ci illər Səfəvi müharibəsində 1603-1607-ci illər ərzində nəticədə Səfəvilər qələbə qazanıb bütün Azərbaycan torpaqlarını azad eləmişdi. Daha sonra 1-ci Təhmasibin dövründə də yandırılmış torpaq taktikasından istifadə edilmişdi. Şah 1-ci Abbas da yandırılmış torpaq taktikasından istifadə edərək bütün şəhər kəndlərin əhalisini köçürdü. Bu Osmanlıların girə biləcəyi, əlinə keçə biləcəyi nə varsa məhv elədi. İrəvan, Naxçıvan, Culfada yaşayan əhalini də İsfahan, İran və Mazandaran vilayətlərinə köçürülmüşdü. Daha sonra 1590-cı ildə İstanbul sülhü şərtləri saxlanılmaqla 2-ci İstanbul sülhü imzalandı. Yəni ikinci adı da Sərabdır. 1612-ci oktyabrın 17-sində. Bu sülhü şərtlərinə görə Amasya sülhü şərtləri təsdiq olundu. Azərbaycan və Şərqi Gürcüstan Osmanlılar Səfəv dövlətinə məxsus olmasını tanıdı. Səfəvilər yalnızca Rusların tikdirdiyi Terek qalasına toxunmayacaqdılar. Daha sonra 1616-18-ci illərdə digər Səfəv-Osmanlı müharibəsi baş verdi. Bu zaman Osmanlı
hökmdarı 1-ci Əhməd idi. Bu Şah 1-ci Abbas sərhəd bölgələrinə yürüş edirdi. 1-ci Əhməd də bundan narahat olub 1616-cı ildə Səfəvilərlə müharibəyə başladı və İrəvana hücum elədi. Osmanlı ordusu da Səfəvi qoşunu mühasirəyə alıb geri çəkilməyə məcbur etdi. 1618-ci ildə də Təbriz Ərdəbilə qədər irəlilədi və Sınıq Körpü adlı yerdə döyüş baş verdi. Osmanlı qoşunu Kırımxanı məğlub oldu və sentyabrda da Şah Abbas yenidən taxta çıxan 2-ci Osmanlı sərkərdəsi arasında Mərəd sülhünü imzaladı. Yadınızda saxlayın ki, döyüşü başladan, yəni müharibəni başladan 1-ci Əhməd olub, sülhü bağlayan 2-ci Osman olub. Mərəd sülhünə görə 2-ci İstanbul sülhü şərtləri müəyyən edildi, Amasya sülhü şərtləri təsdiq olundu və Mərəd sülhü ilə Şah 1-ci Abbas Azərbaycan torpaqlarının, Səfəvi ərazilərinin azad edilməsinin Osmanlılardan tərəfindən tanınmasına nail olmuşdu. Şah 1-ci Abbas da Mərəd sülhünə 1622-ci ilə qədər sadiq qalmışdı və bu Hörmüzün azad edilməsinə keçək, yadınızdadırsa, 1-ci İsmailin dövründə Səfəvi-Osmanlı müharibələri baş vermişdi və bundan Portuqaliyası istifadə edərək Hörmüzü işğal etmişdi. 1621-ci ildə də Səfəvi ilə İngiltərə arasında əbədi dostluq haqqında müqavilə imzalandı. 1622-ci ildə də İngilislərin köməyi ilə Hörmüz azad edildi. Növbəti Səfəvi-Osmanlı müharibəsi 1622-39-cu illərə əhatə edir və 1622-ci ildə Şah 1-ci Abbas istifadə edərək Osmanlılara yürüş elədi. Nədən istifadə elədi? Bu zaman Osmanlı Sultanı 2-ci Osman öldürülmüşdü və Osmanlı sarayında daxili çəkişmələr baş verdi. Həm də ki, Bağdad hakimi Səfəvilərdən kömək istəmişdi. Buna görə də müharibə başladı. 1622-23-cü illərdə də Şah 1-ci Abbas Nəcəfdir, Kərbəladır, daha sonra Mosuldur, Bağdaddır, Kərkük şəhərlərini, bütün İraqı yenidən Səfəvi dövlətinə tabe elədi və bütün Azərbaycanda, Şərqi Gürcüstanda, Bağdadda daxil olmaqla Ərəb İraqı Səfəvilərin hakimiyyəti altında birləşdirilmişdi. Şah 1-ci Abbasın dövründə, bunu unutmuruq. Şah 1-ci Abbasdan sonra hakimiyyətə Şah Səfi gəlmişdi, lakin bu dövlətin sərhədlərini qoruya bilmədi. 1629-cu ildə Osmanlı Sultanı olan 4-cü Murad Səfəviləri yürüş elədi və müharibədə də tərəflərdən heç biri qələbə qazanmamışdı. 1638-ci ildə də Osmanlılar Bağdada ələ keçirdi. 1639 mayın 17-sində də Qəsr-i-Şirin müqaviləsi imzalandı Səfəvi ilə Osmanlı arasında. Bu sülhə görə də Bağdadda daxil olmaqla Ərəb İraqı Osmanlılarda qaldı, İrəvan Səfəvilərdə qaldı. Van, Qars, Axalsıq qalalarına hücum etməyəcəyinə dair Osmanlılar Səfəvilərdən təminat almışdı. Bu sülhdə də Amasya sülhü şərtləri bərpa edilmişdi. Qəsr-i-Şirin sülhünün imzalanması ilə də bu Səfəvi-Osmanlı müharibələri başa çatdı və 18-ci əsrin əvvəllərinə qədər sabitlik yaranmışdı. Və Səfəvi-Osmanlı müharibələrinin nəticəsində hər iki dövlət xeyli zəifləmişdi. Növbəti mövzumuz mövcud quruluşa qarşı çıxışlar, milli demokratik hərəkat. 1900-1903-cü illərdə iqtisadi böhran baş verdi və bir çox sayda müəssisələr bağlandı, fəhlələr işdən çıxarıldı. Buna görə də fəhlələr nümayiş və tətillərə başladılar. 1902-ci ilin aprelində Bakıda ilk açıq siyasi nümayişlər keçirildi. 1903-cü ilin yayında da Bibiheybətdə ilk böyük ümumi tətil keçirildi. Əvvəlkilərdən fərqi o idi ki, bütün sənaye sahələri fəhlələrə iştirak edirdi. Tətil komitəsi yaradılmışdı, tətil komitələri də sahibkarlar qarşısında tələbnamə hazırladılar. Daha sonra tətil ordunun gücü ilə yatırılsa da, fəhlə hərəkatının mütəşəkkil səviyyəyə çatdığını göstərirdi. 1904-cü ildə də Rus-Yapon müharibəsi baş verdi. Bu zamanda Çar ordusu məğlubiyyətə uğramışdı və ölkədə siyasi vəziyyəti daha da gərginləşdirmişdi. 1904-cü ilin dekabrın 13-də Balaxanı neft mədənlərində dekabr tətili baş vermişdi və digər müəssisələri, şəhərləri əhatə etdiyi üçün də ümumi tətil xarakteri almışdı. Dekabrın 30-da da fəhlələrlə neft sənayeçiləri arasında Mazut Konstitusiyası imzalandı. Mazut Konstitusiyasının şərtləri o idi ki, iş günü 9 saata endirilib, əmək haqqı artırıldı, fəhlələr həftədə bir gün istirahət etmək, ildə bir dəfə də məzuniyyətə çıxmaq hüquqları verilmişdi. Lakin bu güzəştlər yalnız neft sənayesində çalışan fəhlələrə aiddir. Digər fəhlələr isə tətilləri davam etdirib bu məqsədlərinə 1905-ci ildə nail oldular. 20-ci əsrin əvvəllərində də kəndli hərəkatları baş vermişdi və Yelizavetpol quberniyasında daha geniş fürsət almışdı. Bu qaçaq hərəkatında Dəli Alı, Qaçaq Süleyman və başqa Çar məmurları erməni terrorçularına qarşı mübarizə aparırdılar, qaçaqçılar.
Daha sonra Azərbaycanda 1-ci Rus inqilabı illərində 1905-1907-ci illərdə 1905-ci ildə ilk Rus inqilabı burjua demokratik inqilabının başlanmasına təkan verdi. 1905 yanvarın 9-da Qanlı Bazar günü oldu və bu hadisə ilə də 1905-7-ci illərdə burjua demokratik inqilabı başladı. 1905-ci ilin yayında Bakıda ümumi tətil keçirilirdi. Tətil komitəsi yaradıldı. 1905-in payızında da Azərbaycanın digər bölgələrində, müəssisələrində tətillər keçirilməyə başladı və fəhlə komissiyaları yaradılmışdı. Yadınızdadırsa, tətil komitəsi də, fəhlə komissiyaları da 1903-cü ilin yayında ilk böyük ümumi tətildə də baş vermişdi. Oxşarlıq da unutmuruq. Bakı Fəhlə Deputatlar Soveti yaradıldı 1905 noyabrın 25-də. 1906 fevralın 23-də də fəaliyyətini dayandırmışdı. Üzvləri də həbs olunmuşdu. Və yadınızda saxlayın ki, Qafqazın idarə sistemində dəyişikliklər edilmişdi polis təzyiqini gücləndirmək üçün. 1883-cü ildə Qafqaz Canişinliyi ləğv olunur, lakin 1905-ci ildə bərpa olundu. Bakı General Qubernator vəzifəsi yaradıldı. Sonra 1905-ci ilin 17 oktyabr manifesti imzalanmışdı. Çar hökuməti inqilab təsiri ilə güzəştə gedərək. Və bu manifestə görə Rusiyada yaşayan əhaliyə şəxsiyyət toxunulmazlığı hüququ verildi, fikir, söz, sərbəst toplaşmaq, təşkilatlar yaratmaq hüquqları verildi. Və yadınızda saxlayın ki, Həsən bəy Zərdabidi, Topçuvaşovdur, Rəsulzadədir, Üzeyir Hacıbəylidir, Hüseynzadədir, Cəlim Ümmətquzadədir. Bunlar daha çox da Hacı Əmdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov maliyyə dəstəkləri göndərmişdilər və milli ziyalılar 1905-6-cı illərdə də nəşr-i maarif, nicat cəmiyyətlərini yaratmışdılar, unutmuruq. Yadınıza saxlayın ki, tarixdə erməni-müsəlman davası 1905-ci ildə başlamışdı və bu Daşnak-Hüseyn partiyası deyirik, ermənilərdən ibarət olan 1890-cı ildə Tiflisdə yaradılmışdı. Məqsədi də Azərbaycan Osmanlı torpaqlarında böyük Ermənistan qurmaq idi. 1905-in əvvəlində də bu Çar hökuməti Bakıda milli qırğın planı hazırladı və bu planı reallaşdırmaq üçün də qubernator Nakaşitsiyə tapşırdı. İlk milli qırğın Bakıda başladı. Fevralın 2-sində də Bakıda bir neçə Azərbaycanlı qətlə yetirildi. Fevralın 6-sından 9-una kimi bu milli qırğın siyasəti davam etdirilmişdi. Daha sonra Bakıda uğur qazana bilmədilər ermənilər. May ayında da əhalisinin böyük əksəriyyəti olan Azərbaycanlardan ibarət olan İrəvan, sonra Zəngəzur, Naxçıvanda qırğınlar başladı. Və Naxçıvanın Zəhri kəndində də bir ailə tamamilə məhv edildi. Bu da soyqırıma misal idi. 1905-ci ilin avqustunda da Şuşada Rus qarnizonu yerləşdirilmişdi və bu Rus qarnizonuna arxalanan daşnaqlar ermənilər də Cənubi Azərbaycanın işğalicə gələn 17 fəhləri qətlə yetirilmişdi. 1905-ci ildə də daşnaqlar ermənilər Çar əsgərləri Şuşada bir erməni öldürdü və bunu da güya müsəlmanlar edib kimi üstlərinə yıxdılar. Lakin erməni terrorçuları ilə birlikdə Çar hərbi dəstələri də, Kazaklar da Azərbaycanın yaşadığı evlərə hücumlar edirdilər. Sonra erməni keşişləri, onların havadarları da əllərində İncil, ağ rəngli təslim bayraqları ilə Gövhərağa məscidinə gəlib, orada böyük səhvə yol verdiklərini boyunlarına almışdılar və Azərbaycanlılar da erməniləri bağışlamışdı. Şuşa döyüşləri ermənilərin məğlubiyyəti ilə başa çatmışdı və burada görkəmli ziyalı olan Əbdülkərim bəy Mehmandarov da Şuşada xəstəxana, yetim qalmış uşaqlar üçün də məktəb açdırılmışdı. Bir il keçəndən sonra 1906-cı ilin əvvəlində də Rus-Kazak dəstələri ilə birləşib Şuşada ikinci dəfə qırğınlara başladılar və Rus qoşunu da Azərbaycan məhlələrini top atəşinə tutmuşdu. Sultan bəy Sultanovun başçılığı ilə bu şəhərlər daxil olan dəstələrin şücaəti nəticəsində də erməni Kazak qüvvələrini Sultan bəy Sultanov darmadağın etmişdi. Yadınızda saxlayın ki, Şuşada 2 dəfə döyüş olmuşdu. Biri 1905, biri 1906-cı illərdə. 1906-cı ilin fevralında da Tiflisdə sülh konfransı keçirildi. Bu konfransın keçirilməkdə məqsədi nə idi? Erməni-müsəlman qırğınlarına son qoymaq üçün. Daha sonra keçək Rusiya müsəlmanlarının qurultayına. 3 qurultay olmuşdu. Birinci qurultay 1905-ci ilin avqustunda Nijni Novgorodda. Bu qurultayda sədri Topçubaşov olmuşdu və qurultayda Rusiya Müsəlman İttifaqı təşkilatı yaradıldı. Bu təşkilat Rusiya müsəlmanlarının fəaliyyətini birləşdirmək, millətlərə bərabər hüquqlar vermək, təhsil, mədəni səviyyəsini artırmaqdır. İkinci qurultay da 1906-nın yanvarında baş verdi Peterburqda. Bu qurultayda da birinci qurultayda yaradılmış Rusiya Müsəlman İttifaqı təşkilatının nizamnaməsi proqramı qəbul edildi. Və Rusiyada yaşayan türklərə də Rusiya imperiyasına qarşı vahid cəbhədə birləşdirmək qərarı alınmışdı.
Üçüncü qurultay 1906-nın avqustunda Nijni Novgorodda olmuşdu və Mərkəzi Komitənin yaradılması, Bakıda fəaliyyət göstərməsi qərara alınmışdı. Yeni tipli məktəbdə təhsil ocaqlarının açılması üçün də tədbirlər, qərarlar görülmüşdü. Baxın, bu üç qurultayın oxşarı. Birincisi 1905-də, 2 ilə 3 1906-dır. Birinci ilə üçüncü Nijni Novgoroddadır, ikinci Peterburqda idi. Birinci ilə üçüncü avqust ayında idi. Belə oxşarlıqlarını da yadınızda saxlayın. Daha sonra keçək Azərbaycan deputatlarının Rusiya Dövlət Dumalarında fəaliyyətinə. 1905-ci ilin dekabrında da Dövlət Dumasının çağırılması haqqında fərman verilmişdi. 4 duma var idi. Birinci duma 1906-nın aprelində fəaliyyətə başlasa da may ayında seçkilər keçirilmişdi. Birinci dumaya Əli Mərdan bəy Topçubaşov, İsmail xan Ziyadxanlı, Əsədullah bəy Muradxanov, Əbdülrəhim bəy Haqverdiyev, Məhəmməd Tağı demək Əliyev, daha sonra Ağaxan İrəvanskidə deputat seçilmişdi. Dumada Müsəlman fraksiyasına Topçubaşov sədr seçilmişdi. İsmail və Ziyadxanlı da Rusiya müstəmləkə siyasətinə, ermənilərin vandalizmini ifşa etmişdi. Daha sonra 1906-nın yayında da birinci duma buraxılır və ilk duma buraxılandan sonra da dərhal sonra Topçubaşov neyini deputatlarla birlikdə Vuborq bəyannaməsini imzalayır. Lakin bu bəyannamə ilə də Topçubaşovla Ziyadxanov həbs olunmuşdu. İkinci dumada 1907-nin fevralında fəaliyyətə başlasa da payızında fəaliyyət göstərir. Fətəli Xaxovskidir, Xəlil bəy Xasməmmədovdur, Zeynal Zeynalov, Məhəmməd Ağa Şahtaxtınski, Mustafa Mahmudov deputat seçilmişdi. Üçüncü duma 1907-ci ildədir yenə. 1907-ci ilin payızında üçüncü dumaya seçkiyə keçirildi. 1907-dən 1912-ci ilə qədər fəaliyyət göstərmişdi. Yalnız bir nəfər Xəlil bəy Xasməmmədov deputat seçilmişdi. Cənubi Qafqazdan yalnız bir nəfər idi. Bunu da unutmayaq. Dördüncü duma 1912-ci ildə dekabrından 17-ci ilə də fəaliyyət göstərmişdi, yadınızda saxlayın. Yenə Rusiyadan 7 nəfər, Şimali Azərbaycan isə yalnız bir nəfər olan Məmməd Yusif Cəfərov deputat seçilmişdi.